ümumiyyətlə müəllimlər belə deyirik də, Romanın özü gəlin görək birinci harda yerləşir? Gəlin birinci bunu öyrənək ki, Roma özü harda yerləşir? Müəllimlər, biz dedik ki, Romanın özü yerləşir Appenin yarımadasında. Düzdürmü yoldaşlar? Və burada gördüyünüz əraziləri gəlin bir analiz eləyək. Deməli, burada hansı əraziləri görürsünüz? Qara dənizi görürük. Düzdürmü yoldaşlar? Burada isə Aralıq dənizini görürük. Bu hissə bizim gördüyümüz, deməli, bu indiki Fransa ərazisidir. O dövr ki, Qaliyə gedir. Burada isə Pireneya yarımadası İspaniyadır müəllimlər. Daha sonra burada bir ərazidə çıxacaq. Bu isə Portuqaliya olacaqdır. Bu növbəti dərslərimizdə bu haqda sizə məlumat verəcəm. İndi gəlin görək ümumiyyətlə Romada dövr neçə yerə bölünür. Deməli müəllimlər, biz bilirik ki, Romada 3 dövrə bölünür. Düzdürmü? Deyirik ki, Romada padşahlıq dövrü, deyirik respublika dövrü, deyirik imperiya dövrü. Düzdürmü? Deməli, ümumiyyətlə Roma şəhərinin özünün salınmasını biz bilirik ki, eramızdan əvvəl 753-cü ilə düşür. Düzdürmü yoldaşlar? Və biz deyirik ki, məhz bu dövrdən etibarən Romada artıq il bu dövrdən hesablanır. Düzdürmü? Roma şəhərinin salınması ilə. Və padşahlıq dövrü məhz o dövrdən başlayır. Ümumiyyətlə belə yadda saxlayın müəllimlər. Biz deyirik ki, deməli, Romada əhali iki hissəyə bölünürdü, patrislər və plebeylərə. Ən qədim əhali olaraq biz götürürük patrisləri. Gəlmə əhali kimi biz götürürük plebeyləri. Belə yadda saxlayın. Və idarəetmə sisteminə gəldikdə isə biz deyirik ki, padşahlıq dövründə əsasən biz 2 dənə idarəetmə görürük. Bir padşah dövlət idarə edən, bir də Ağsaqqallar Şurası, yəni senatdır. Belə deyirik müəllimlər. Qısa məlumat verəcəm, yəni təxmini vaxt çox getməsin deyə. Romada deməli əsasən ərazilərə bir daha baxırıq. Bu gördüyünüz, gəlin daxaq dənizlərimizə, Adriatik dənizi, düzdürmü müəllimlər? Adriatik dənizi, sonra gəlir burada İon dənizi, sonra gəlir burada Egey dənizi. Bu hissə Makedoniya ərazisidir. Buradakı bu hissə Yunanistan ərazisidir yoldaşlar. Daha sonra biz bilirik ki, Romada deməli Siciliya adası uğrunda Karfagenlə Roma arasında müharibə gedir. Düzdürmü? Bu müharibə 264-də başlayır. Düzdürmü əziz müəllimlər? Burada Karsika adası və Sardiniya adası deməli Romalıların əlinə keçir. Bu hissəni deməli biz bilirik. Daha sonra deyirik ki, Respublika dövründə əsasən 2 əsas qüvvə vardı burada da. Patrislə plebeylər müharibə gedirdi. Bunun da ki, əlbəttə ki, biz bilirik ki, müharibənin əsas səbəbi oydu ki, plebeylər hüquqsuz idi. Onlar yalnız deməli patrislərə məxsus olan varların torpaqlarını becərirdilər və müəyyən qədər verginin yarısını, deməli məhsulun yarısını vergi kimi ödəyirlər. Deməli sizin qarşınıza bir 5-ci əsr, bir 3-cü əsr, yenə bir 3-cü əsr düşəcək müəllimlər. Yəni bu eradan əvvəldir. Eradan əvvəl. Deməli 5-ci əsr olsa mütləq nəyi götürürsünüz? Plebeylər xalq tribununu, yəni özlərinin müdafiəçisi olan xalq tribununu seçmə hüququ əldə elədilər. 3-cü əsrin əvvəli var yoldaşlar, bir də birinci yarısı var. Əgər əvvəli sözü qabağınıza çıxarsa, siz deyirsiniz ki, hamı qanun qarşısında bərabər idi. Əgər birinci yarısı deyirik ki, artıq plebeylər tam hüquqlu vətəndaşdılar və istənilən vəzifəni seçə bilərdi. Deməli müəllimlər, sizin qabağınıza Respublika idarəetmə sistemində əsas 4 dənə mühüm deməli idarəetmə forması düşəcək. Deməli, bir Ağsaqqallar Şurası, düzdürmü? Bir deməli, yəni bir senat balaca yazıram, 2 xalq yığıncağı, 3 konsul, düzdürmü? Bir də tribun. Aha, yadınızda bir şey belə saxlayın. Harda seçmək sözü görsəniz, onu xalq yığıncağı götürün. Yəni bu adam seçirdi. Buradakılar seçən tərəf idi. Harda seçilirdi varsa da bunu siz konsul seçin. Konsul eyni zamanda orduya başçılıq edirdi və konsul eyni zamanda 1 il müddətində Romanı idarə edirdi. Yalnız testdə belə bir sual düşə bilər. Biri tribunun vəzifəsidir.
Bir var deyir ki, hər qanuna veto qoya bilirdi. Bir də deyir ki, plebeylərə aid hər hansı bir qərara. Bax, biz plebeylərə aid hər hansı bir qərarı götürə bilirik. Deməli, müəllimlər, bir də qısa sizin üçün deməli, işğallarından deməli, götürəcəm. Deməli, deyirik ki, 146-cı ildə Karfagen ələ keçirildi. Əgər testdə xronologiyada sizə deməli, Pun müharibələrindən düşsə, test formasında, orada var Karsika, orada var Sardinya, orada var Karfagen. Düzdürmü yoldaşlar? Siz bilin ki, birinci Sardinya və Karsika tutulandan sonra Karfagen ələ keçirilir. Yəni, xronologiyada bu formada götürərsiniz. Sonra deyirik ki, deməli 146. Düzdürmü yoldaşlar? 146-cı ildə biz deyirik ki, Yunanistan ələ keçiribdir. 146-cı ildə biz deyirik Makedoniya ələ keçiribdir. Deyirik 30-cu ildə Misiri ələ keçirmişdir və 1-ci əsrin ortalarında Suriyanı ələ keçirmişdir.